Hörmətli izləyicilərimiz, ekranlarda gördüyünüz bu kadr hansısa restoranın dəhlizi, hansısa restoranın koridoru deyil. Bu 2 mərtəbə, nə az nə çox 6 otaqdan ibarət həyət evimizin dəhlizidir. Qəşəng maraqlı idi, oradan başladım. İndi ətraflı şəkildə sizə göstərirəm. Ünvan Masazır qəsəbəsi, Masazır dairəsinin tam yaxınlığı, hörmətli izləyicilər. Mərkəzi prospektin tam kənarında. Baxın, bu evlər çoxdan tikilib, hamısı da satılıb. Bu evi özü üçün saxlamışdı qardaş, amma hal-hazırda satmaq qərarına. Yəni ki, çoxdan evidir, oturuşmuş evdir. Həyətinə avtomobil daxil olur. Nə bilim, o pultla basırsan, jalüz, malüz qalır. Yəni, dədə-baba kimi deyil, amma tam rahatıdır da, dəyərli izləyicilər. Kürsülü evdir, qəşəng girdiyi var, geniş dəhliz. Pilləkənlər çox qəşəng, tökmə betondur. Bura istipoldur. Baxın, istipolun dəhlizi 6 otaqdır, dəyərli izləyicilər. Deməli, sənədimiz kupçadır. Qiymətimiz 155 mindir. Əvvəlcədən deyim ki, yəni heç kimi incitməyim. Kimə lazım deyilsə bu ev və yaxud bu qiymət videodan çıxa bilər, yəni belə. Hər mərtəbənin özünün hamamsanı zeli var. Ev qoşa kubikdir. Baxın, tam təchizatdır. Ev qoşa kubikdir və evdə hər şey düşünülüb. Baxın, qardaş bu balaca yerdə nələr yaradır. 2 sotdur. Ümumi 2 sotdur, amma bərəkətli 2 sotdur. Baxın, burada filtr nə qədər deyəsən quraşdırıb. Nə mi, şkafları falan. O belədir. O belə çox qəşəng şəraitlər yaradıb. Bu da yəqin ki, evin ətrafına keçməkdir. Buna dədə-baba üsulu. Bu da oradan keçmək olur ora. Nəysə, belə keçək 2-ci mərtəbəyə. Və mərtəbə arası monolit betondur, dəyərli izləyicilər. Üstünündə kəmərinə qədər var. Qazdır, sudur, işıqdır. Bu evin, bu belə təmirin, belə keyfiyyətin yanında onlar boş şeylərdir. Yəni ki, aydın məsələdir ki, qaz, su, işıq, kanalizasiya hamısı qaydasındadır. Sonra kombi xəttləridir. Kanalizasiya artıq neçə illərdir ki, Masazırda mərkəzləşdirilmiş kanalizasiya sistemidir. 6 otaq, dəyərli izləyicilərimiz. Çox qəşəng evdir. Bax, çıxdıq yuxarı və hər mərtəbənin hamamsanı zeli. Çox qəşəng şəraitli düşünülmüş evdir. Məsələn, 1-ci mərtəbədə əlavə bir otağın, yataq otağının olmağı, məsəl üçün, biraz yaşlı adamlar üçün yaxşıdır ki, pilləkən qalxıb düşmür. Hamamsanı zeli lazımdırsa, o da elə 1-ci mərtəbədə var. Buranı da qonaq otaq eləmiyorlar, qəşəng evdir. Mətbəxdir, məsəl üçün 1-ci mərtəbədə yaxındır. Burada yataq otağı, pəncərələr, şəbəkə pəncərələrdir. Ətraf hamısı 2 mərtəbə evlərdir. 155 min manatdır. Belə. Əl elə. Sağ olun.